necəsiz? İnşallah ki, hər biriniz çox yaxşısınız. Tezdən durmuşam indi. Dedim çayı falan qoyum. Bugün yoldaşım gedəcəklər həkimə. Bir də uşaqlara pancik eləmək istəyirəm. Çoxdan da eləmirəm. Elə həftə içi ancaq yumurta falan yeyirlər. İsmail ancaq yumurta yeyir, başqa için yemir. Amir də yumurta yeriyə girib, Herkules yeriyə kəsmiklə yumurta yeyirəm, onu yeyir. İndi istəyirəm onları pancik eləmək, tezən durmuşam. Təbii ki, Amir oyadıb məni. Amir Turkusu çox şey hava var, dedim bir havaya baxım. Çok şey hava var. Kuşlar tek vururlar. Bizimkiler, bizim kuşlardan. Amir Bey de buradadır. Maşında kuşlar, baltalar vardı. Onlar atdım maşına yürüyorsun. Amir təzə şey öyrənir. Gedir, maşını söndürür oradan. Onu bitini verdim ki, bir başı qarşısın. Çaydanı da doldurun, çayını da yudum. Bir çıqaq axşamdan qalıb maşına qoşmuşdum. Sonradan çıxdı, qaynatam gec gəldi onun üçün. Bir də buzluqda su vardı, çıxartdım axşamdan ki, pankek eləyəcəm. İndi gətirim pankek xəmirini hazırlayayım. 100% məndən pankekin xəmirini soruşasınız. Onun üçün deyirəm. 2 yumurta, 1 armud stəkanı şəkər tozu, 1 stəkan süt, qabartma, vanil, 1 qaşıq da qatığa atacağım. Bir də qatlaşana qədər də un. Mənim uşaqlarım durdular, ikisi də. İsmail də durdu. İndi qırışırlar evdə, onların səsləri gələ bilər. Belə, pankekimizin xəmiri belə qatılıqda olmalı. Oradasa 5 qaşıq falan attım. Deməli, xanımlar, belə bir su qabımız var. Agurşanın su qabısıdır. Sok qabı var idi. Mən onu atmıram belə. İçinə pankeki yığıram, qəşək. O qədər gözəl tökülür ki. Baxın, indi. Bunu da qoymuşam buraya. Bir dəfə göstərmişdim. Belə, gördünüz. İstədiyiniz ölçüdə eləyə bilərsiniz. Məl eləmə. Belə pankeklərimi pişirdim. Baxmayın, yanmanı İsmail'e başım qarışdı. Bir ikisi yandı. İndi İsmail burada yeyir. Amin'e də yana vermişəm. Amin də gəzə yeyir. Gedim paltarlara asım. Yine bugün astım. O da yuyulur. İndi onu asılsam, qutarsın. Ölçüləri də silir. Belə. İsmail'e verirəm telefonumu ona görə. Belə. Yoldaşım getdilər. İndi gəlim. Bir də buraları da düzəldim. Təmizləyim. Belə. Bunu otağını işləydim. Belə. Gətirib tökdüm hamısına bura. Buradan da yığacam maşına. Evimizə də arı girib. Mən telefonumu belə çəkilir. İnan İsmail o qədər tullayıb telefonumu, kamerası deyəsən, yerini dəyişməyədir. Boz çəkir. Belə xanımlar, qablar falan gördüm hamısını maşına, bir çirəmsi qaldı, bir pankek falan qaldı. Belə. Paltalarını da yürüdüm. Xalçaları falan da götürmüşük qəşək. Bunlar qatlamasıdır. Paltaları da belə asdım çölə. İndi gedib soslayım evi. Sonra balacalara atılacağım heyətə. Belə bitirdim hər yeri də. İsmail sakit. Hər yeri də tostaranlarım qəşək. İndi dağıtım yeməğini yeyim. İsmail! Bir dənə qaldı silmə. Əslində dünən silmişəm hər yeri. 2 dəfə, 3 dəfə silmişəm də yerləri. Bugün təmizdə axşam tərəfə bir dəfə silərəm. Bir dənə Amir bunların üstünə əlinin ləkələri eləyib. Bilməm belə görsünəcək, yox. Burada ləkələr var. Onları siləcəkdim, vaxtım olmadı. Yeməğimi yiyim də uşaqlara aparacam heyətə. Gələndən sonra silərəm. Amir. Düşürdüm onları heyətə biraz. Hava yaxşıdır. Həyətdə biraz nəfəs alsın. Sadım burada. İsmail Max elastik sürməyi.
Nə qədər pedalla öyrədirəm ki, pedal sürsün, o da sürə bilmir. Biraz eləyir, gör eləyə bilmir, başlayır ayaqları ilə sürməyə. Belə oturmuşuq həyətdə, qəşəng. Başqa işimiz yoxdur. Amirə nə qədər evdə yatmadım, çıxı çöldür. Bunlar İsra getdi, torpaq şeylərini gətirdi, torpağını yanır. Belə, bibim üçün gəldi. İsmail'lə Amirə atdım bibimin üstünə həyətdə. Özüm çıxıram evə. Gedim günortaya yemək falan hazırlayayım. Uşaqlar da yesin, evdəkilər də yesin. Baxın, orada qaranquşun yuvası var. İçində çıkılı balələr var. Belə, uşaqlar yatdı, durdu. İndi də meyvə saatlarıdır. Meyvə verdim. İsmail də yiyir. Amir də burada. Belə xanımlar, uşaqların da iki paltarı var idi. Onları da yudum. Elə astım. Bir də sizə bir söz demək istəyirəm. Keçən vlogda paylaşmışam. Paltarları orada. Elə bilirlər ki, paltarı ora asıram. Ora asmıram məsələn. Buraya asıram. Sonra belə taxtanı itələyirəm o tərəfə. Yəni ora asa bilmərəm. Bax, mənim cəlim ora çatmaz. Elə taxtanı itələyirik. Sonra da belə eləyirik. Gəlir, elə yığırıq paltarlarımızı. Belə, Amirə sos qalıblar üstünə, qız üçün yanına. Bu da mənim sıkışonka tutarmışdı, sıkışonka alıblar. Qası qalıblar. Maşını da yığdım, qoşdum, yuyuldu. Bir də uşaqların qara paltarlarını atdım, o da yuyulur belə. Gedək həyətə? Hə? Həyətə gedək. Qaçmayasın? Yox. Söz verirsən? Hə. Belə xanımlar, gəldim evə. Axır gəlib çıxıb gedim evə, evimizə. Amirə gətirdim, onu yedizdirdim, kaşa verdim. Axşam yeməyini yedib. Atəs də belə su pişirib axşama. Biz həyətdə olduq 2 uşaqla, ona görə axşam yeməyi pişirə bilmədik. Atəs pişirib. Bir də indi gedim, axşam artıq hava qaralıb. Gördüyünüz kimi, gedim paltarları yığım. Uşaqların paltarlarını yuyub asmışdım. O birisləri qatlamışam, yığmışam. Bir də onlar qalıb görüm. Qulübs onları yığım. Qalmasınlar çöldə gecə vaxtı. Sonra yenə neyləsə çəkərəm. Baxdım, hələ qurmayıblar. Hələ tezdə 9-un yarısıdır. Biraz da qalsın. Axşam yatanda bəlkə yığaram. Hələ tez basar qaynatıma yemək verim. O yeməyi yesin. Belə. Növbəti gündən hər birinizə salam. Qız soskası Amirlə. Dedim bax, saat 7-in yarısına dururuz. Əvvəl elə keçə 9-un yarısı falan dururdu, 9-da. İndi 7-in yarısı portlayıb durur. Hələ 7-yə işləmişdən gətdim, yanıma qoydum, biraz yanımda yatdım. Birazdan indi durdu. Nə qədər elədim, sakit durmadı. Mən dedim, birdən İsmail'i Durquzadəyə götürdüm, gəldim. Nə deyim? Gedim uşaqlara falan yemək hazırlayayım, evdəkilərə. Çaydanı falan doldurun. Belə dedim, qazın üstünü silin. Baxın, Timur'dan aldığım bunlar var. Ben bunlar çıxdan, baxın, hər bir tane. Ben buralara tam çatmıyor. Bir dənə burası yağlıdır. Bir dəfə bu qıraqları. Bir də bura. Buranı da özüm elədim ki, biraz əmiz ləkələri var. İndi bunları bir şey şotka ilə təmizləyəcəm. Sonra təzədən qurulayıb qoyacağım yerinə. Belə xanımlar, qazımın üstünü bir şey sildim. Çaydanı da yudum. Çayını da yudum. Belə qoydum buraya. Su çəksin, çay qaynasın, çaydan yiyəcəm. Dəqlan qafağını biraz yuyum. Təmizləyim. Belə. Anda qocu pişirdim. Yedim, yedim. Qocu olmasın, özü üçün. Təzə metod tapmışam, mikrolovkada pişirirəm, cirkulesi. Belə ən çox o da qoyuram, 2 dəqiqə. Üstünə də yazılıb, çox tez pişir. Eləmə, Amir elə. Amir eləmə. Olmaz.
İndi yoldaşıma da yeni hazırlayayım. Çayımı demlədim. Çaydan da hazırdır. Burada mən görsanım, öncəsindən girəm. Yoldaşıma da belə kəsmili çörəklər hazırladım. Yumurtalarını da koydum. Yumurtalar da kaynasın. Onları da vereceğim yesin. Belə İsmail'e de görün ne istəyir. Onu hazırlayayım verim. O da yesin. Amir yemeği yemirdi. Burada yetiştirirdim. Pəncərənin qabağına da sitkanı vurdu saldı yerə. Səhər tezdən hamımıza oyadırıq. Yine güzel bir havadır bir şey. Gedirik indi mağazinə. Qəşəng. İsmail də burada. Bugün bilmirəm nə çəkmişəm, nə çəkə bilməmişəm. Bütün gün həyətdə olmuşam uşaqlarla. Heç çox iş görə bilməmişəm. Evdə elə belə üstün körü bir dəfə süpürdük, sildik, çıxdıq. Hə, gedək marojna alaq səni, gəl. Aytaç da buradadır. Amir də yatır. Yine həmişə olduğu kimi İsmail oyuncaqlarını tökür. Biraz buralar qarma qarışıqdır. Axşamda Amiri yatışdırdım. Amiri de İsmail derim. Amiri yatışdırdım. İsmail de nənəsindən təzən göndərdim həyətə. Dedim o gələnə kimi yığışdırım. Bu oyuncaqları aralıqdan götürüm. 6 bazar qutardı. Baxca 1-5 yığışdırım. 6 bazar verim ancaq oyuncaqları. İsmail koydum baxçaya. Gedirəm evə.